açıqlayıblar. Bəli. Yerli regionla bağlı gələn xəbərlər Azərbaycan-Ermənistan münasibətləri Ermənistanın daxilində baş verənlər fonunda informasiyalar bunlardan ibarətdir. Biraz da keçək istəyirəm müzakirə istiqamətlərimizə. Studiyamıza qonaq dəvət etmişik. Siyasi şərhçi Mübariz Göyüşov bizimlədir. Xoş gəlmisiniz Mübariz bəy. Təşəkkür edirəm, salamlayıram sizi. Təqdim etdiyim xəbərlərdən bir qədər başlayaq. Qriqoryanın daha çox da əslində bu açıqlaması üzərində dayanmaq istəyirəm. Yanacaq məsələsinə. Düzdür, qeyd elədi ki, Qəbələdə bir görüş keçirilib və orada razılıq əldə olunub Azərbaycan-Ermənistan nümayəndələri arasında ki, Azərbaycan neftinin və ilərləyən vaxtlarda da müxtəlif neft məhsullarının məhz Ermənistana ixrac olunması məsələsi. Bu məsələ düzdür, Ermənistanda da çox yüksək qiymətləndirilir. Hətta erməni mediasında da bir neçə gündür danışılır bu məsələ üzərində. Çünki daxildə də vəziyyəti dəyişəcək kimi görünür. Bu münasibətlər çərçivəsində neft məhsullarımızın, ümumiyyətcə neftin Ermənistana ixrac olunması prosesindən bir qədər danışaq. Ermənistana hansı istiqamətlərdə daha çox fayda gətirəcək? Buna toxunaq. Ermənistanın hazırki məqamda bu məhsullardan asılı olan ölkələrlə münasibətinə necə təsir göstərəcək? Təşəkkür edirəm. Nəhayət ki, ermənilər bizim 30 il, 40 il bundan əvvəl onlara bu əməkdaşlıqdan əldə edə biləcəyi faydaları, yəni biz 30 il, 40 il bundan əvvəl də bu məsələləri izah etməyə çalışırdıq. Çox təəssüf ki, onlar separatizm, işğalçılıq və digər məsələlərə əl atdılar və bu münasibətlər təxminən 30-40 il ərzində ləngidi. Və indi yenidən düşmənçilik səhifəsini mi deyək, qanlı qadalı səhifəni çevirərək əməkdaşlıq, iqtisadi, ticari münasibətlərin qurulması ilə bağlı məsələlər gündəmə gəlirsə, bunları müsbət qiymətləndirmək olar. Əlbəttə, indi nəticələr və gedişat və veriləcək qərarlar rəsmilərin müzakirəsindən asılıdır. Biz artıq müşahidə edirik ki, taxıl belə deyək də, tranzitinə Azərbaycan icazə verdi Ermənistan üçün. Baş nazir Paşinyan da başda olmaqla Ermənistan rəsmiləri bunu çox yüksək qiymətləndirirlər. Yəni, belə deyək ki, hətta sevinç içərisində idilər bu məsələlərə görə. İndi neft məhsulları ilə bağlı məsələlərin gündəmə gəlməsi, düşünürəm Ermənistan üçün özdə uzun müddət blokada Azərbaycan tərəfindən, yəni bütün o nəhəng layihələrdən kənarlaşdırılmış bir Ermənistan üçün bu çox mühüm bir əhəmiyyət daşıyır. Və mən düşünürəm ki, biz iqtisadi ticarət münasibətlərini qura və genişləndirə bilərik. Ermənistanın da bu məsələləri nəzərə alması lazımdır. Onun üçün nə qədər faydalı olduğunu bilərək, hesablayaraq Azərbaycanla münasibətləri daha da qaydaya qoymağa çalışması lazımdır. Və siz yaxşı qeyd elədiniz, bu neft məhsulları ilə bağlı digər ölkələrdən asıllığına bağlı məsələni təbii ki, azaldacaqdır. Və ən böyük gözləntilərdən biri təbii ki, sülh sazişi ilə bağlıdır. Ermənistan konstitusiyasındakı ərazi iddialarının çıxarılması ilə bağlıdır. Bax, bu məsələləri tez bir şəkildə ermənilərin də həll etməsi lazımdır. Mən hesab edirəm ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu əlaqələrin həyata keçirilməsi istiqamətində çox uğurlu bir çalışmalar həyata keçirməkdədirlər və rəsmi olaraq əlaqələr artıq qurulubdur, genişlənir. Sadəcə olaraq ictimaiyyətin bu məsələlərdə iştirakında bir qədər daha diqqətli görünür ki, yanaşmalar tələb olunur. Rəsmi əlaqələr öz yerində, amma ictimaiyyət nümayəndələri də bu təmaslarda sülh sazişinin imzalanma mərhələsinə qədər çox belə deyək də o münasibətləri genişləndirməməsi mən düşünürəm ki, daha faydalı ola bilər. Bu arada Ermənistandan danışırıqsa, qondarma rejim məsələsi də Ermənistan mediasında bəli, çox gündəmdədir. Dünəndən başlayıb əslində bu proses. Əslində ondan öncədən başlamışdı ki, erməni mediası iddia eləyirdi ki, həmin ərəfədə məhz Paşinyan hakimiyyətinin əsas hədəfi qondarma rejimə aid olan o binanın ələ keçirilməsi məsələsi idi ki, dünən artıq prosesə başlayıblar. Demirlər əslində ki, hansı sənədlər üzərindən. Az öncə mən xəbər təqdim etdim, düz orada bir detal vurğulayırlar ki, Şahramanyanla bağlı bir məsələdir, amma sırf sadəcə onunla mı bağlı məsələdir? Bəli, biz bu qondarma qurumu ən birinci bu məsələni həll edən Azərbaycan özü oldu. 5 il bundan əvvəl
biz onu tarixin arxivinə göndərdik, daha sərt desək cəhənnəmə göndərdik, statusu da onun arxasınca göndərdik. Yəni, indi qalıqları qalıbdır bu məsələlərin. Deyək ki, İrəvanda hansısa formal ofisi, heç bir təsir imkanları və heç bir səlahiyyəti olmayan hansısa dırnaqarası Şahramanyan adlı bir rəhbəri qalıbdır. Onun məsələləri də Paşinyan həll etməlidir və mən təqdir eləyirəm, əgər Ermənistanın aidiyyəti hüquq mühafizə orqanları orada araşdırma apararaq, belə deyək də, o ofisin bağlanması üçün, ümumiyyətlə bu məsələlərə tamamilə nöqtə qoyulması üçün çalışmalar eləyirsə, bunu ancaq təqdir eləmək olar. Mən düşünürəm ki, bu və təxmin edirəm ki, bu təlimat da bu məsələlər də Azərbaycan tərəfinin tələbləri sırasındadır. Ermənistan da bunu icra edir və separatçı qurumu tarixin arxivinə olan qalan o qalıqlarını da tarixin arxivinə göndərirsə Ermənistan tərəfi, bunun qarşılığında ticari-iqtisadi münasibətlər qurmaq istəyirsə, bunu təqdir eləmək lazımdır. Biz bu 30 illik, 40 illik qanlı qadalını səhifəni çevirməkdəyik və separatizmə aid, Azərbaycana qarşı ərazi iddiasına aid olan nə məsələlər varsa, hamısının həll olunması lazımdır. Həm də ümumiyyətlə münasibətləri dəstəkləməyən qüvvələrin, strukturların da əslində aradan qaldırılması lazımdır. Bəli, yəni bütün o, həmin o qondarma qurumla yanaşı Azərbaycanla gərgin münasibətlər yarada biləcək nə qədər təşkilatlarda, ondan sonra davranışlar da varsa, onların hamısı ləğv olunmalı. Elə onlardan biri də kilsədir. Bəli. İndi ikinci Qaregin ilə bağlı da çox ciddi addımlar əslində biz görürük. Raparak nəşri, səhv xatırlamıramsa, ötən həftə yaymışdı ki, bu həftə üçün, çərşənbə günü üçün bir iclas keçirməyi hədəfləyirdi ikinci Qaregin ki, Paşinyana qarşı bir plan hazırlasınlar deyə. O da indi erməni mediası iddia edir ki, məhz təhlükəsizlik xidmətinin, Ermənistan təhlükəsizlik xidmətindən söhbət gedir. Yəni onların təzyiqindən qorxaraq, təhdidlərindən qorxaraq bu iclası keçirməyiblər. Bu deməkdir ki, artıq bu separatçı rejimdən sonra növbə onlara mı çatacaq? Bəli, onlara da çatıbdır. Elə bütün bu proseslərin başında əslində kilsə gəlirdi. Yəni bu separatizmin də yuvası kilsədir. Azərbaycana, anti-Azərbaycan məsələlərinin formalaşdırılmasının da ideoloji, təşkilati, silahlı və s. istiqamətlərdə formalaşdırılmasının da başında kilsə gəlir. Və elə kilsənin də başçısı ikinci Qaregin. Yəni Paşinyanın həmin o qüvvələrə qarşı, kilsəyə qarşı, onun rəhbərinə qarşı davranışlarını da mən təqdir eləyirəm. Təbii ki, burada məsələ biz sadəlöv deyilik. Deyək ki, yalnız Azərbaycan məsələsidir deyə bir məsələ yoxdur. Burada ən önəmli məqam Paşinyanın öz siyasi hakimiyyəti ilə bağlı məsələ var. O gözəl anlayır ki, yəni ikinci Qaregin kilsə bu şəkildə, bu strukturda, bu rəhbərliklə və onun ətrafı ilə qalarsa 2026-cı il seçkiləri Paşinyan üçün çox ağrılı ola bilər. Və biz görürük ki, o ikinci Qaregini dəyişdirmək istəyir, başqa bir Paşinyana loyal, Ermənistan hökumətinin loyal şəxsinə gətirmək istəyir. Bu Azərbaycan üçün də məqbul bir məsələdir. Yəni biz mən düşünürəm ki, bunu ancaq təqdir eləyə bilərik. Bayaq qeyd elədiyim kimi kilsə dini fəaliyyətdən başqa bütün fəaliyyətlərdən məşğul olubdur. O cümlədən də 30-40 il ərzində bu iki dövlət arasındakı mövcud elə gərginliyin əsas ideoloji o bazasını formalaşdıran da məhz kilsə olubdur. Yəni, bax, bu ikinci Qareginin də orada mühüm iştirakı olubdur. Ona görə də... Məsələ, Paşinyana əslində düşmənçilik siyasətinin yeritməyinin elə başlanğıcı da məhz Azərbaycanla Ermənistan münasibətləri zəminində olub. Xüsusən də məhz Qarabağdan gedən ermənilərlə bağlı məqamlara görə kilsə əslində başladı bir növ Paşinyana təzyiqlərə. Ki, aralarındakı soyuq münasibətlər də əslində bundan daha çox doğmağa, gün üzünə çıxmağa başladı deyə bilərik. Düzdür, Paşinyan özü daxildə vəziyyəti bu formada həll etməyə çalışır. Onun xarici düşmənləri də var. İndi hazırda səfərdədir özü də Moskvada. Düzdür, şəhərə çıxıb gəzir, Moskvanı çıxıb gəzir velosipedlə, amma ora başqa ciddi məsələlər də həll etməyə gedib. Daha doğrusu bir növ balanslı açıqlamaları hələ ki biz görürük. Düzdür, xarici mediada da, digər ekspertlər də həmişə bu fikri səsləndirir ki, Paşinyan 2026-cı ilə qədər səbrlə, təmkinlə bir növ Rusiyanı sakitləşdirməyə çalışır ki, bu parlament seçkilərini ötürsün deyə. Ondan sonra amma başlayacaq. Başlasa belə, amma nə ilə başlayacaq? Gümrük məsələsi mi, 102-ci baza mı, KTMT mi və ya digər məqam mı?
ya da Avrasiya İqtisadi İttifaqı mı? Bəli, hamısı ola bilər. Paşinyan düşünürəm ki, seçkilərə qədər bu məsələlərdə ehtiyatlı mövqe yəqin ki tutacaq və ehtiyatlı mövqe tutduğunu da biz görməkdəyik. Çünki əvvəllər sadaladığımız təşkilatlarla bağlı məsələləri daha sərt şəkildə gündəmə gətirirdisə, indi bir qədər yumşaldığı və yumşaltdığı, üslubu yumşaltdığı hiss olunur. Mən əlbəttə bu demək deyil ki, Paşinyan mövcud durumda, belə deyək də, qərb yönümlü siyasətini Rusiya ağırlıqlı siyasətə dəyişmək istəyir. Yəni, bu düşüncədə deyiləm. Amma görünür münasibətlər daha da kəskin vəziyyətə gətirmək istəmir. Böyük ehtimalla o daxildə Rusiya meyilli, Rusiyanın təsiri altında olan qüvvələri tam zərərsizləşdirdiyini zənn etdikdən sonra, yəni o prosesi yekunlaşdırdıqdan sonra və seçkilərə daxil olub nəticə əldə etdikdən sonra sizin də qeyd etdiyiniz kimi Rusiyaya qarşı yenidən o, belə deyək də, fəal şəkildə anti-Rusiya ovqatına köklənəcəkdir. Bəli, dünən amma dedik ki, biz hələ nə Avropa İttifaqı, nə də ki, Avrasiya İqtisadi İttifaqı ilə bağlı qərar vermək hədəfimiz yoxdur deyə. Yəni, bunu hələ ki planlaşdırmırıq. Amma hər iki tərəfdə də qalmaq amma mümkün deyil. Amma olma ehtimalı da yoxdur, bunu özü də yaxşı bilir. İndi gözləyir. Bəli, çox doğru qeyd. Rusiya Baş Nazirinin müavini Overçuk da qeyd elədi ki, bir yolu seçməlisən Ermənistan bir yolu seçməlidir. Yəni, bu iki tərəfdə qalmaq mümkün deyil və yəqin ki, Rusiya özü də anlayır ki, Ermənistan Qərb Avropa İttifaqını seçəcəkdir, amma bunun görünür zamanını gözləyirlər. Sadəcə olaraq mən qeyd eləmək istərdim ki, mən inanıram və ümid edirəm ki, Ermənistan elə bir addımlar və davranış göstərəcək ki, onun bu çalışmaları Cənubi Qafqazdakı durumu gərginləşdirməyəcək. Yəni, ölkəni böyük güclərin platsformuna və poligonuna çevirməyəcəklər, o münaqişə poligonuna çevirməyəcəklər. Yəni, bu mənada mən düşünürəm ki, Paşinyan hər halda biraz daha, belə deyək də, peşəkar davranması lazım olacaq bu məsələlərdən. Hazırda Avropa İttifaqının dəstəyini biz Ermənistana əslində görürük, xüsusən də maliyyə dəstəyi. Düzdür, hədəf olaraq deyirlər ki, parlament seçkilərinə görə oradakı tam obyektivliyi təmin etmək baxımından kənar müdaxilələr olmasın deyə birbaşa açıqlama da verdilər ki, Rusiyadan və Rusiya yönümlü qüvvələrdən bir müdaxilə olmasın deyə seçkilərə biz nəzarət eləməyi planlaşdırırıq. Amma bunun qarşılığında Ermənistandan istəyəcəkləri müəyyən bir qarşılıq olmalıdır deyə düşünürəm. Əlbəttə var və yəni ki, bir mənalı Avropaya meyillilik siyasət, yəni tələb yəqin ki, bu olacaqdır və yəqin ki, elə budur. Burada meyillik deyəndə əslində başlayıblar. İmzalanan bir gündəlik var. Bunun da müəyyən bir hissələri bizə xeyirli bəndlər deyil, deyə bilərik Mübariz bəy. Amma biz gözləyirik ki, Paşinyan parlament seçkilərinin bir növ idarə edəndən sonra, həll edəndən sonra bəlkə bu Avropa İttifaqı ilə imzaladığı gündəlikdə də detallarda dəyişiklik etsin. Ən önəmli məqamlardan biri mən hesab edirəm ki, o hər dəfə gəlib şərti sərhəddə binokulla Azərbaycan hərbiçilərini, Azərbaycan tərəfini izləyən və artıq 1000-ci monitorinqimizi həyata keçirdik deyə belə bir fəxrlə elan edən o monitorinq qrupu, casus şəbəkəsinin ləğv olunması lazımdır. Azərbaycan tərəfi bundan bağlı rəsmi olaraq etirazını da bildirdi və biz Vaşinqtondakı razılaşmada da var ki, Azərbaycanla Ermənistan arasındakı məsələlərdə üçüncü tərəflərin iştirakını biz qəbul etmirik. Buna Paşinyan əməl etmir. Yəni, Avropa İttifaqının həmin o casus qrupu, monitorinq qrupu adlanan, amma əslində casus qrupu həmin o razılaşmanın elə pozulmasının göstəricisidir. Üçüncü tərəf kimi müdaxilə cəhdləri var. Amma deyilənə görə Mübariz bəy, biraz formatını dəyişməyə planlaşdırırlar. Yəni, sözümün canı nədir? Sərhəddə deyil də, Azərbaycan-Ermənistan sərhədində deyil də, Ermənistanın daxilinə gəlib yerləşəcəklər. Bu, müxtəlif istiqamətlər ola bilər, müxtəlif şəhərlərində ola bilər. Yəni, bununla da əslində bir növ deməyi planlaşdırırlar ki, biz Azərbaycanla sərhəddə fəaliyyət göstərmirik. Yəni, sizi narahat edə biləcək heç bir addım atmırıq. Biz sadəcə Ermənistanın daxilindəyik. Əgər gedişatda onu həyata keçirmək istəyirlərsə, bu Avropa İttifaqı ilə Ermənistanın öz müəyyən edə biləcəyi məsələdir. Ermənistanın daxilində hansı şəhərdə, hansı rayonda, hansı ərazidə casus fəaliyyəti həyata keçirmək istəyirlərsə, bunu özləri bilərlər. Ermənistan üçün də xoşdursa, onlar müəyyən edə biləcəyi məsələdir. Amma hələ ki, mən sizə qeyd edeyim,
cəmi bir neçə gün bundan əvvəl nümayişkaranə şəklində 1000 rəqəmini də göstərərək, yəni 1000-ci bizim patrul xidmətimizdir, monitorinq xidmətimiz. Bunu belə fəxrlə göstərmək və nümayişkaranə şəkildə təqdim etmək təbii ki, xoş olan bir göstərici deyil. Bugün üçün biz bunu görə bilmirik. Bunu görə bilmədiyimiz üçün də narahatıq və narazıyıq. Və mən düşünürəm ki, Paşinyan bu məsələni həll eləməlidir və inanıram ki, də həll eləyəcək. Azərbaycanla Türkiyənin direktivləri əsasında hərəkət eləməyi Paşinyanı müsbət bir, belə deyək də, tərəflərdə, istiqamətdə aparır. Nəticədə Ermənistan bu Paşinyanın davranışlarından Ermənistan tərəfi ticari iqtisadi baxımından qazanır. Yəni, Paşinyan tərəziyə qoyub müqayisə eləməlidir. Avropa İttifaqının casus missiyası ona nə verir? Azərbaycan sərhəddinə, şərti sərhəddə göndərdiyi casus missiyası nə fayda verir ki, heç bir fayda vermir. Və Azərbaycanın tranzit yüklərin keçməsinə taxıl olsun, indi neftlə bağlı məsələni bayaqları qeyd elədiniz, məhsullarla bağlı müzakirələr. Bunlar Ermənistana verir. Bunlar Ermənistana təbii ki, daha çox nəticələr verir. O mənada bu monitorinq qrupunun bir mənalı şəkildə Azərbaycan şərti sərhəddən yığışdırılması lazımdır. Bir mənalı şəkildə və təcili bir şəkildə. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram Mübariz bəy təhlilləriniz üçün. Siyasi şərhçi Mübariz Göyüşlü ilə həm söhbət olduq bir neçə dəqiqə ərzində. Bəli, həm Ermənistan tərəfindən açıqlama gəlirdi ki, yanacaqla bağlı, xüsusilə də Azərbaycan neftinin və ilərləyən vaxtlarda neft məhsullarının Ermənistana ixrac olunması məsələsi bəli, müzakirə olunur tərəflər arasında, detallara düzdür, toxunulmadan hansı şərtlər əsasında olacaq deyə bu Ermənistana ümumiyyətcə nə vəd edir və hazırda Moskvada səfərdə olan Paşinyanın səfərindən detalları və Avropa eyni zamanda Rusiya ilə münasibətləri hansı formada balanslı şəkildə təmin edir. Bunu danışdıq və Ermənistanın daxilindəki gərgin vəziyyət də həm qondarma rejimlə bağlı atılan addım, həm də kilsəyə qarşı Paşinyanın atdığı addımlar üzərindən bir qədər qonağımızla təhlillər aparmağa çalışdıq. İstiqamətimizi dəyişək, biraz da yaxın şərqə gedək deyirəm. Çünki